Müəllimlər, deməli burada statika aid dənən məsələ var, ona baxaq. Deməli məsələ belədir. Çəkisi 120 Newton. Çəki düz ortaya tətbiq olunur. 120 Newton. Radiusu 100 cm olan, deməli bir cins kürə şəkildəki kimi F qüvvəsinin təsiri ilə 20 cm hündürlükdə olan dayağın üzərinə qaldırmaq istənilir. Buna əsasən F qüvvəsinin ən kiçik qiymətini tapın. İndi əgər bu radius 20-dirsə, 100-dürsə 100. Bax, buradan buraya qədər olan məsafə də 20-dir. Onda belə çıxır ki, bax bu məsafə 80 cm-dir. Aha, buradan buraya qədər olan məsafə 80 cm-dir. Onda deməli bax buradan buraya qədər olan məsafə də indi bunu tapmaq üçün buradan buraya qədər olan məsafəni bilirik. Deməli 100-dür. 100. Onda 80-dir, onda belə çıxır ki, bura 60-dır. Pifaqor teoreminə görə. Aha, momentlər qaydasına görə F bunu bu tərəfə fırlatmaq istəyir. Buna deyirəm M1. 120 də bunu bu tərəfə fırlatmaq istəyir. Buna da deyirəm M2. Deməli M1 M2-yə bərabər olmalıdır. M1-in momenti nədir? Deməli qüvvə var, qol. Qol nəyə deyilir? Deməli fırlanma nöqtəsindən qüvvənin tətbiq nöqtəsinə qədər olan məsafə. Yəni bax bu qol budur. Bu qol. Bunu tapmaq üçün bax bu qol nəyə bərabərdir? Deməli olacaq radiusu 100-dür, o da 180 cm. Vəsə. F-i vuracam 180-ə bərabərdir. Deməli 120-ni də vuracam. Deməli 60-a. Vəsə. Buradan da F 180-dən 60 edir 60-a. F vur 3 bərabərdir 120-yə. F bərabər olacaq 40 Newtona. Deməli cavab olacaq 40 Newton. Burada olacaq B variantı cavab. Diqqətinizə görə sağ olun.